Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim sizə. Bu naxış 10-10 ilməklə götürürük. Sapındakı 100 qramlıq 350 metrəlik sapdır. Rezinka hissəsini də belə toxumuşam. Bir tərs, bir düz, kim necə istəyir elə də toxuya bilər. Bundan svetrə, jiletə, jaketə, nəyə istəsəz toxuya bilərsiniz. Bunun üçün belə bir sapımı götürürəm. 20 ilmək yığacağım. 10 ilməkdən olduğuna görə bir də 2 kənar ilmək. 22 ilmək yığacağım milin üstünə. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2 də kənar ilməyi yığıram. 22 ilmək. Buradan düğümləyirəm ki açılmasın. Artıq ipi də kəsdim. İndi mən burada rezinka toxuyan deyiləm. Bura düz üzüdür. Birinci ilməni toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyacağım. Bu sıranın axıra qədər hamısını tərs toxuyuram. İndi tərs üzdən də bir sıra tərs toxuyuram. Burada kim istəyir rezinka da toxuya bilər, ürəyi necə istəyir elə. Mən burası bunu göstərmək üçün toxuyuram ki düz dayansın. Toxuyanda əyilməsin. Kənar ilməyi də tərs toxudum. İndi bura düz üzüdür. Düz üzündən birinci ilməyi götürürəm. Burada 5 düz toxuyuram. 1 2 3 4 5 düz. Bir artırma eləyirəm burada. Buradakı bu 5 düzü 5'ini bir yerde götürüp bir ilmek çıxardıram. 5 ilməkdən bir ilmek. Bir artırma elədim. Yenə 5 düz. 2 3 4 5. Yenə birini artırdım. Buradaki bu 5 ilmeği 5'ini də bir yerdə götürürəm. 5 ilməkdən bir ilmək çıxardım. Bir artırma elədim.
Burada da kenar ilmeği toxudum. İndi arxa özdən tərs üzüdür. Tərs üzündən bütün ilməkləri hamısını tərs toxuyuram. Artırdıqlarımı da bu toxuduğum ilməkləri hamısını tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi bura düz üzüdür. Düz üzündən yenə kənar ilməni götürürəm. Bu 5 düzü toxuyuram. 1, 2, 3, 4, 5 düz idi əvvəldən. Bu artırdığım ilmənin yanından bir ilmək də artırıram. Bayaq ki sırada 2 ilmək az olmuşdu. 5 ilməkdən 3 ilmək olmuşdu. İndi burada onu düzəldirəm də. Birini artırma elədim. Bu 3 düzü toxudum. Yenə buradan bir artırma elədim. Artırma elədikdən sonra yenə 5 düzümü toxuyuram. 3, 4, 5. Yenə buradan bu ilmənin yanından birini artırıram. Bu 3 düzü toxuyuram. Buradan da bir ilmeği artırıram. Kenar ilmeği de toxudum. Yəni ilməklərimizin sayı əvvəlki kimi oldu. Arxa özdən yenə hamısını tərs toxuyuram. Arxa özdən başqa heç bir şey eləmirik. Bütün ilməklər hamısı tərs toxunur. İndi buradan, bura düz üzüdür. Birinci ilmeği götürürəm. Bunların yerini dəyişirəm indi. İndi birinci, burada artırma eləyib bu ilməkləri 5'ini 3, 4, 5 ilmeği 5'ini də bir yerde götürdüm. Bir ilmek çıxardım. Bir artırma elədim. Bu bayaqki ilməkləri 5'ini də düz toxuyuram. 1, 2, 3, 4, 5. 5 ilmeği 5'ini də düz toxudum. Burada yenə bir artırma eləyib buradakı 5 düz ilməni 3, 4, 5 ilməni 5'ini də bir yerdə götürdüm. Bir artırma eləyib bu birisi ilməkləri 5'ini də düz toxuyuram. 2, 3, 4, 5. Kənarı da tərs toxudum. Arxa özdən yenə hamısını tərs toxuyuram. Bu artırdıqlarımı da o birisləri də hamısını bu yüzden hamısını tərs toxuyuram. İndi buradan təzədən bu azalmışdı. Bu ilmələr 5 idi 3 olmuşdu. Bunları bu yüzden
Yine əvvəlki kimi düzəldirik də, artırma eləyirik. Buradan bir artırma eləyirəm. 3 ilməni toxuyuram. Yine bunun yanından artırma eləyirəm. Aradakı 5 ilməni toxuyuram. 4, bu da 5. Burada yenə də artırma eləyirəm. 3 ilməni toxuyuram aradakı 2, 3. 3 ilməkdən sonra buradan artırıram. Sonra bu 5 ilməyi toxuyuram. Arxa üzdən yenə hamısını tərs toxuyuram. Belə bu formada belə bir naxışa alınır. İndi bu sırada yenə birinci sırada necə eləmişdiksə bu araya salırıq. Birinci 5 ilməni toxuyub aralara salırıq. Hər dəfə dəyişirik yerini. Formada. Belə bir naxışa alınır. Sağ olun. Eğer bəyəndinizsə, bəyən düyməsini basmağı, abunə olmağı da unutmayın. Gələn videomda görüşənə qədər.